Salam, deməli Eldənizlər dövləti haqqında danışaq. Şəmsəddin Eldəniz dövlətinin yaradıcısı olmuş. 2-ci Toğrul tərəfindən deməli əmir təyin olunur. Sonra Sultan Məsud, İraq Səlcuq Sultanı Sultan Məsud Eldənizə Aranı iqta kimi verir və Eldəniz 1136-cı ildə Eldənizlər dövlətini yaradır. Paytaxt Naxçıvan, Həmədan, Təbriz olur. Həmədana 1175-ci ildə Məhəmməd Can Pəhləvan tərəfindən köçürülür. Eldəniz 50 min nəfərlik qoşun yaradır. Gürcülərlə mübarizə aparır. 1160-cı ildə Böyük Atabək titulu qəbul edib, oğulluğu Arslanşahı ora sultan təyin edir, amma əsas sahibinə çevrilir İraq Səlcuq Sultanlığının. 1161-ci ildə Gürcülər Ani Dəvri tutsalar da, Eldəniz 1163-cü il Naxçıvan döyüşündə qalib gəlir Gürcülərə və Anini azad edir. 1164-cü ildə isə Dəbil azad olunur. Şirvanşahları asılı salmaqla mərkəzləşmiş Azərbaycan dövlətini yaratmışdır. Eldənizdən sonra hakimiyyətə gəlir oğlu Məhəmməd Can Pəhləvan. O da atası kimi 50 min nəfərlik qoşun yaradır. Gürcülərlə mübarizə aparır. Səlcuq əmirlərinin müqavimətini qırır. Həddən artıq çoxluca iqta torpağı paylamışdır. Təbrizi Axsunqurlar sülaləsinin əlindən almışdır. Deməli, öz qardaşı Qızıl Arslanı Aran hakimi təyin edib Təbrizin mərkəzi elan etmişdir. Və Arslan da, Qızıl Arslan da Əbubəkirin Atabəyi təyin edilmişdir. Məhəmməd Can Pəhləvandan sonra hakimiyyətə gəlir qardaşı Qızıl Arslan. Hakimiyyət illəri 1186-1191. Qızıl Arslan 1190-cı il Həmədan döyüşündə İraq Səlcuq Sultanına qalib gəlir. 1191-ci ildə Sultan titulu qəbul etmişdir. Bu da İraq Səlcuq əmirlərinə qarşı mübarizə aparıb qalib gəlmişdir. 1191-dən 1210-a qədər hakimiyyətdə olur Əbubəkir. Əbubəkirin dövründə dövlət Xarəzmşahlarla mübarizə aparır. Xarəzmşah təkəş 1194-cü ildə hansı əraziləri tutur? Deməli, Xorasanı, Rey, Həmədan tutsa da 1197-ci il Həmədan döyüşündə Əbubəkir bunları geri qaytara bilmişdir. Son hökmdar olur Özbək. Hakimiyyət illəri 1210-1225. Özbəyin dövründə dövlət zəifləyir. Hakimiyyət uğrunda mübarizələr, daxili çəkişmələr, Monqolların yürüşləri nəticəsində 1225-ci ildə Xarəzmşah Cəlaləddinin yürüşü nəticəsində Eldənizlər dövləti süqut etmişdir. Eldənizlər mövzusu bundan ibarət idi. Sağ olun.